Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Elgiz Əkbər, Elgiz Dizli verilişində adını açıqlamadığı müğənni ilə yaşadığı qalmaqaldan danışıb. Xəbər verilir ki, aparıcı bildirib ki, həmin müğənnini məclislərin birində etdiyi hərəkətə görə təhqir edib. Məni Fransada bir tədbirə təvəd etmişdilər. Bir müğənnini də dəvət etmələrini onlara təklif etdi. Bu söhbətdən bir müddət keçəndən sonra tanıdığım çox ziyalı, imkanlı ailə məni evlərinə qonaq çağırdı. Dedilər ki, bir müğənni var, hansı ki səfərə mənimlə gedəcək. Ona klip çəkmək istəyirik. Klip 60-70 min civarında olacaq. Bu ailə həmin pulu verib klipi çəkdirdi. Elə oldu ki, həmin müğənni ilə eyni məclisə düşdüm, məndən həmin ailə ilə yaxın olub-olmadığını soruşdu. Dedim belə də, 20 nəfərin arasında həmin ailənin evində qulaq şahidi olduğu məsələni dilə gətirdi. Gör necə səviyyəsiz murdar adamdır ki, ona 70 bin manat sərf eləyən bir ailənin təsadüfən evində eşitdiyi şeyi cəmaata danışır. Özümdən asılı olmadı, ayağa durub dedim ki, sən necə murdar məxluqsan, utanmırsan? Onu sildim. Tədbir iştirakçılarına da zəng vurdum ki, o gəlirsə mən gəlmirəm. Yaxşı etmişəm ya yox, amma sonunda nə oldu? Nə işlər qurdusa o tədbirə getdi, mən gedə bilmədim. Belə şeylərdə ustadlar. Belə adamlara çörək vermək, qapıya buraxmaq olmaz.